Sosial şəbəkələrdə Gəncədə fəaliyyət göstərən 20A xətt üzrə işləyən sərnişin avtobusunda qızdırıcı sobanın olması ilə bağlı video yayılıb. Həmin video ilə bağlı söz gedən avtobus tapdıq. Hazırda avtobusdayıq. Qəsəbəmizin yolları toz torpaqlıqdır. O da çəri toz olmasın deyə hava filtri adını qoşulub ki, çərinin tozunu soyurur, altından maşının üstündən də çıxır gedir. Yəni qoymur ki, çərdə toz olsun. Yəni burada heç bir o qaz peçindən söhbət gedə bilmir. Xeyr, qaz peçi yoxdur. Nə vaxt qoymusunuz bunu? Oyunu alandan bu maşın üstündədir. İllərdir avtobus. Hə, illərdir bundadır. Çərinin tozunu gözə, çəri təmizdir. Yəni toz olmur, tozu soyurur. Soyurur, filtrə yığır. Bu çərdəki filtrəcə yığır, filtri də elə bir ki 10 gündən biri, 3 gündən bir, 5 gündən bir aparıb moykada su vurdurub, hava vurdurub, təmizlədir, qaytarıb qoyuruq ora bir də tozu yığsın. Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsində araşdırma aparılıb. Məlum olub ki, avtobusun salonundakı sözgedən qurğu hava filtri rolunu oynayan bir vasitədir. Nəqliyyat vasitəsində hava filtri funksiyasını yerinə yetirən qurğu nasaz olduğundan və marşrutun keçdiyi yollarda infrastruktur qənaətbəxş olmadığı üçün sürücü salonda yığılan tozu kənarlaşdırmaq məqsədi ilə bu üsula əl atıb. Daşıyıcıya nöqsanın aradan qaldırılması barədə tapşırıq verilib. Qeyd edək ki, Gəncə şəhərində geniş təhlillər aparılıb və avtobus parkının yenilənməsi istiqamətində işlərin həyata keçirilməsi ilə bağlı məlumat da verilib. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV Gəncə.